Geosiyasi vəziyyət xeyli dəyişkəndir. Məsələlərin aktuallığı artıq bir mövzu olaraq görürsən ki, dəyişikliklər yaşayır. Ancaq gündəlikdə olan elə məsələlər var ki, onlar öz yerini daimi saxlayır və həm də diqqəti özünə çəkir. Əlbəttə ki, bu ilk növbədə sülh və təhlükəsizlikdir. Və ən turbulent, ən qaynar nöqtələrdə belə insanlar yalnız və yalnız sabitliyin arzusu ilə yaşayırlar. Amma onu əldə etdikdən sonra isə onun üzərində də daim iş getməlidir. Bu elə bizim Cənubi Qafqaza da aiddir və biz də bunu edirik. Salam dəyərli tamaşaçılar, müzakirə vaxtında biz bu günləri, aktual məsələləri mənim qonağım, siyasi şərhçi və jurnalist Sahil Kərimli ilə müzakirə edəcəyik. Sahil müəllim, xoş gəlmişsiniz. Salam Tofiq müəllim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Sahil müəllim, belə həqiqətən də indi bütün dünyanın fikri bir məsələyə yönəlib ki, birincisi bu ən qaynar vəziyyətdə olan münaqişələr həllini tapsın. İlk növbədə bizim elə yerləşdiyimiz Cənubi Qafqaz özlüyündə bu yaxınlara qədər qeyri-sabit bir məkan sayılırdı. İndi də qonşuluğumuzda İran-Amerikaya qarşı durması beləcə demək olar ki, hər bir kəsi narahat edir və böyük bir cərəyan yaradır. Yəni, gərginlik cərəyanı yaradır. Səhəl mənim, mənə elə gəlir ki, yəni Azərbaycanın ümumiyyətlə, bax, 2020-ci ilin payızından bəri ki, biz 44 günlük müharibədə öz qələbəmizi əldə etdik və sülh məramımızı bütün dünya qarşısında bəlli etdik. Biz kifayət qədər sülhün möhkəmlənməsinə artıq pay vermişik, töhfələr vermişik. Amma biz görürük ki, bu elə bir sahədir ki, burada heç vaxt o ümidverici potensial aşırı olmur. Bax, necə bilirsiniz indi? Bax, Ermənistanın da burada payına çox böyük məsuliyyət düşür. Mən deyərdim ki, Ermənistan bunun öhdəsindən gəlir, yoxsa yox? Ümumiyyətlə, Tofiq müəllim, sizin də qeyd etdiyiniz kimi son dövrlərdə və son illərdə dünyada çox ziddiyyətli, qəribə və mən deyərdim ki, çox təhlükəli proseslər baş verir. Dünyanın bir çox ölkələrinin artıq bir-birlərinə qarşı açıq-aşkar müharibə prinsipi siyasəti həyata keçirməsi, işğalçılıq siyasəti, ümumiyyətlə hegemon ölkələrin bir-birləri ilə siyasi maraqlarının toqquşduğu bir, belə deyək, dövrdə qanlı toqquşmalar, insanların faciəvi şəkildə qətl yetirilməsi, dinc insanların müharibələrdə belə deyək, zərər çəkməsi və bütün bu, belə deyək, proseslərin fonunda Azərbaycan daim dünyada və eyni zamanda da təbii ki, bölgəmizdə sülhün və təhlükəsizliyin qorunması istiqamətində çox ciddi addımlar atıb. Biz hələ 20-ci ildən əvvəlki dövrlərdə nəzər salaq. Yəni, hətta Azərbaycan işğaldan əziyyət çəkdiyi bir dövrdə, Azərbaycanın suveren əraziləri işğal altında saxlanıldığı bir vaxtda və bu ərazilərdə terrorçuluğun, separatizmin, belə deyək, digər beynəlxalq cinayətlərin törədildiyi bir zamanda belə Azərbaycan daim sülh və təhlükəsizlik mesajları verirdi. Hətta həm də onların mexanizmlərini işləyirdi. Əlbəttə, həm də Azərbaycan sülh məramları bilirsiniz ki, Kosovada, əlbəttə, dünyanın bir çox qaynar nöqtələrində, Əfqanistanda missiya həyata keçirirdi. Bu, Azərbaycanın hələ uzun illər əvvəl sülhə və təhlükəsizliyə verdiyi bir dəstək idi, töhfə idi. Təbiidir ki, 20-ci ildə biz Vətən müharibəsində suverenliyimizi və torpaqlarımızı işğaldan azad etdikdən sonra, ondan sonraki dövrdə də bir günlük antiterror tədbirləri ilə suverenliyimizi və sərhədlərimizin toxunulmazlığını tam bərpa etdikdən sonra əlbəttə ki, bu addımlar da Azərbaycanın atdığı addımlar da yenə də bölgədə sülh və təhlükəsizliyin uzun müddətli və dayanıqlı olmasına hesablanmışdı. Və bu gün də Azərbaycan bütün mümkün imkanlarını səfərbər edib ki, həm Cənubi Qafqazda, həm də dünyada sülh və təhlükəsizlik olsun və bu istiqamətdə Azərbaycan çox ciddi konkret addımlar atıbdır. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsindən sonra, Ermənistan kapitulyasiya haqqında imza atdıqdan sonra bir neçə il qeyri-konstruktiv mövqeyinin biz şahidi olduq. Amma Azərbaycan Ermənistanı sülhə gətirməyi bacardı. Hansı ki, dünyanın bir çox hegemon ölkələri tərəfindən yönəldilən və müstəqil siyasət yürüdə bilməyən Ermənistan ortalıqda qalmışdı və Azərbaycan bir neçə il sərf etdi ki, Ermənistanı sülhə gətirə bilsin və nəhayət biz buna nail olduq. Bu, konkret Azərbaycanın uğurudur. Azərbaycanın qətiyyətli siyasətinin, həm də sülhpərvər humanizm siyasətinin nəticəsidir ki, biz Ermənistanla artıq sülh müqaviləsinin paraflanmasına nail olduq və qarşıdakı dövrlərdə təbiidir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması qaçılmazdır və bölgədə nəqliyyat kommunikasiya xətlərinin şaxələndirilməsi, eyni zamanda
Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsi də çox da uzaqda deyil. Burada mən hesab edirəm ki, müəyyən texniki məsələlər qalıbdır. Yəni yolların çəkilməsi, quru yolunun, dəmir yolunun, avtomobil yollarının çəkilməsi. Bu da müəyyən qədər əlbəttə ki, vaxt alan prosesdir, amma Azərbaycan bu istiqamətdə də çox ciddi addımlar atır. Təbiidir ki, Sadəm, üzr istəyirəm sizdən. Bax, siz tamamilə yerindəcə deyirsiniz ki, Azərbaycan vaxtında addımların hamısını atır. Amma sizə elə gəlmirmi ki, Ermənistan bir növ yenə də astagəllik eləyir? Biz niyə? Çünki faktiki olaraq bax 8 avqustu biz yada salırıq. Orada əyani şəkildə biz gördük ki, nə dərəcədə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump İlham Əliyevə, bizim rəhbərə artıq çox böyük bir hörmət izzətlə, həm də onun sanki bütün xidmətlərinə layiqli qiymət verməklə onu qarşılayırdı. O ikinci məsələdir ki, bəli, elə bu proseslərin hamısında biz Ermənistanı ikinci planda görürük. Yəni bu bizim günahımız da deyil, özləri bilsinlər. Amma digər tərəfdən, əgər Azərbaycan bu prosesdə öncülüyü nümayiş etdirirsə, bütün o əsas məsələlərin həllində əsas payı verirsə, Ermənistan gərək bir qədər dinamik olsun, gərək bir qədər həm də o tələsin və eləcə də qabaqlayıcı addımlar atsın. Və niyə bunu etmirlər? Niyə bunlar buna can atmırlar? Ümumiyyətlə, Tofiq müəllim, bu gün Ermənistanda baş verən siyasi prosesləri siz də yaxşı bilirsiniz. Ümumiyyətlə, bu bizə aydındır ki, Ermənistanda konkret, belə deyək, bir tərəfli və yaxud da bir mənalı siyasi kurs yürüdülmür. Elə hakimiyyət orqanlarının özündə də Nikol Paşinyanla digər, tutaq ki, parlamentin spikerinin və yaxud da hər hansısa bir səlahiyyətli nazirin fikirlərində müəyyən ziddiyyətlər yaranır. Bu da ondan ibarətdir ki, bugün Ermənistanın hazırki rəhbərliyi manipulyativ siyasət həyata keçirir və daha çox daxildəki radikal qruplaşmaların neytrallaşdırılması, onların, belə deyək, ictimai rəyə olan münasibətin bir qədər aydınlaşdırılması istiqamətində Paşinyan, mən belə deyərəm ki, bir qədər ehtiyatlı siyasət həyata keçirir. Və burada daha bir amil də qarşıdan gələn yay ayında keçirilən, iyunda parlament seçkiləri keçiriləcəkdir və seçki öncəsi əlbəttə Nikol Paşinyanın əleyhdarları, rəqibləri daha da aktivləşibdir və burada biz daha çox radikal qüvvələrin, özünü müxalifət adlandıran keçmiş işğalçı meyilli, separatçı meyilli, revanşistlərin daha önə çıxmasının şahidi oluruq. Və bu istiqamətdə son dövrlərdə Ermənistanda kilsənin də fəaliyyətində müəyyən ziddiyyətli və gərginlik yaratmaq istiqamətində addımları görürük. Kilsə nümayəndələrinin bilirsiniz ki, həbsi son dövrlərdə həyata keçirilir. Din xadimlərinə qarşı Paşinyan müəyyən təzyiqlər göstərir. Bu da məcburdur. Əlbəttə məcburdur. Bu da Paşinyanın Ermənistanda sabitliyi qorumaq, seçki öncəsi prosesləri... Üzr istəyirəm sizdən, yəni kilsə öz işi ilə məşğul olsa, əlbəttə, necə deyim, insanları dinə, imana çağırsa başqa, amma bunlar siyasətə qarşılar axı. Əlbəttə, ümumiyyətlə demokratik ölkələrdə bu bir reallıqdır ki, din daim dövlətdən ayrı olubdur. Amma Ermənistanda konstitusiyada formal, belə deyək, qanuni baxımdan dinlə dövlət arasında, belə deyək, dinin dövlətə qarışması qadağan olunsa da, amma biz son elə 30 ildə Azərbaycanın əraziləri işğal altında olduğu dövrdə də daim kilsənin hakimiyyətə qarşı müəyyən, belə deyək, rıçaqlarının olduğunu görürük və Azərbaycanın əraziləri 90-cı illərin əvvəllərində işğal olunanda da burada din xadimləri, kilsə, belə deyək, daha çox fəallıq nümayiş etdirirdi. Bəli, öz işinə məşğul olmur da və çalışırdı silah-sursat gətirsin, sonra yaraqları da atıb gətirirdilər bizim regiona, digər tərəfdən könüllüləri, nə bilim kimləri. Amma əslində bu qeyri-qanuni hərəkətdir. Öz yerində həm də erməni cəmiyyətinin özünə bir utanc gətirən bir şeydir ki, bunların dini təsisatı görün nə işlərlə məşğuldur. Əlbəttə. Üzr istəyirəm. Salim müəllim, baxın, siz revanşistlərdən danışdınız da. Deməli, belə çıxır ki, indiki Ermənistan hakimiyyətinə zidd gedənlər hamısı, bunlar həm də deməli sülhə zidd gedirlər. Əlbəttə. Sülhün düşmənləri bugün Ermənistanda yenidən ayaqlanmağa çalışırlar və daim kütləvi etiraz aksiyaları, Paşinyan hakimiyyətinə qarşı müəyyən radikal çağırışlar, hətta Paşinyanı hakimiyyətdən devirmək istəkləri. Bütün bunlar nə zaman baş verir? Paşinyan konstruktiv mövqe ortaya qoyur, Azərbaycanla sülh müqaviləsini paraflayır və bu istiqamətdə sülhün imzalanması istiqamətində müəyyən ciddi addımlar atılır və Ermənistan daxilindəki revanşistlər buna qarşı çıxırlar. Bu, konkret olaraq Ermənistanı uçuruma, faciəyə aparan bir addımdır. Əgər bugün Ermənistan, bu bir reallıqdır, Azərbaycanla sülh müqaviləsi imzalanmazsa, ilk növbədə özlərinə götürdüyü öhdəliklərə qarşı çıxmış olacaq. Hansı ki, avqust ayında Amerika Birləşmiş Ştatlarının prezidentinin şahidliyi ilə
götürülən öhdəliklər. Bəli. Və bu öhdəliklər əgər yerinə yetirilməzsə, Ermənistan bir qeyri-ciddi ölkə kimi daha böyük bir belə deyək, pis imic qazanacaqdır və burada Amerika Birləşmiş Ştatlarına qədər bu məsələ, yəni bilirsiniz ki, çox ciddi müzakirə mövzusu olacaqdır. Və eyni zamanda da əgər sülh imzalanmazsa, radikallar və revanşistlər müharibə çağırışlarında yenə davam edilərlərsə, yenə də Ermənistan itirəcəkdir. Çünki Ermənistanla Azərbaycanın ümumiyyətlə həm siyasi, həm hərbi, bütün belə deyək, parametrlər üzrə iqtisadi, bütün parametrlər üzrə heç müqayisəyə gəlmir. Yenə də itirən Ermənistan olacaqdır və bu dəfə Ermənistan ümumiyyətlə tamamilə yer üzündən silinə bilər. Yəni, bütün bu proseslərin fonunda biz aydın görürük ki, Ermənistan daxilində baş verən bütün təzyiqlərə, bütün təhdidlərə baxmayaraq Paşinyan çox ciddi dirəniş göstərməlidir. Qətiyyətli siyasət ortaya qoyaraq bu cür revanşist və mənfi tendensiyaların qarşısını almalıdır. Və ona görə də sizin qeyd etdiyiniz kimi ləngimələr var və bu belə deyək, Ermənistanın daxilindən qaynaqlanan məsələdir. Daxili ictimai-siyasi konjunktura bir növ özünə məxsus, belə deyək də, qeyri-sabitdir. Çünki seçkilər amili istər-istəməz proseslərə təsir edir. Siz izləyirik də, biz sosial şəbəkələr, yəni internet segmentində də biz görürük Ermənistan segmentində ki, Ermənistan xalqında, erməni xalqında hələ də o müəyyən o xəstə təfəkkürlü kəsim var və onlar yenə də Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı düşmənçilik hissini, belə deyək, arxa plana keçirmirlər. Tirajlayırlar daha. Bəli, tirajlayırlar. Sahibəm, necə bilirsiniz? Bax, indiki vəziyyətdə Nikol Paşinyan cəsarətli olaraq Qərbi Azərbaycanlıların öz doğma yurtlarına qayıdış məsələsini gündəmə gətirə bilər, yoxsa yox? Yaxşı, tutaq ki, indi risk eləməz. Yəni, 5-6 ay qalır da seçkilərə. Seçkilərdən sonra necə, hansı perspektiv görünür? Sizin üçün daha cazibeli nə, bax, burada görünən məqamlar var, hansı motivlər ortaya çıxa bilər? Çünki faktiki olaraq, əgər biz sülhdən danışırıqsa və sülhə doğru həmahəng hərəkət ediriksə və burada Amerika Birləşmiş Ştatlarının amili var, sağlam qüvvələr hamısı çalışırlar ki, Cənubi Qafqazı bir dəfəlik, belə deyək də, o qarşı durma tendensiyasından uzaqlaşdırsınlar. Ondan sonra bunu eləsə, nəyisə dəyişdirməyə müvəffəq olar, yoxsa yox? Mən ilk növbədə sırf elə Nikol Paşinyan və onun komandasını deyirəm. Çünki faktiki olaraq indi o favoritdir seçkilər baxımından. Bəli. Çünki onun arxasında böyük qüvvə var. Ümumiyyətlə, mən hesab edirəm ki, Nikol Paşinyan istər-istəməz Qərbi Azərbaycanlıların, yəni Azərbaycan vətən, belə deyək, xalqının, hansı ki, vaxtilə Ermənistanda yaşayıblar, öz ata-baba yurtlarında yaşayıblar, bu insanların öz ata-baba yurtlarına qayıtmasını təmin etməlidir. Və Qərbi Azərbaycan məsələsi də Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin əsas siyasətinin prioritetlərindən biridir. Və Azərbaycan dövləti bu istiqamətdə böyük bir yol xəritəsi ortaya qoyubdur və qarşımıza çox ciddi hədəf və vəzifələr var. Və bu hədəflərə doğru irəliləmək üçün Azərbaycan dövləti gələcəkdə də öz qətiyyətli siyasətini yürüdəcəkdir. Və Azərbaycan xalqın iradəsi, yəni Qərbi Azərbaycanlıların zorla öz ata-baba yurtlarından, tarixi ərazilərindən, öz evlərindən qovulan, hətta bu prosesdə vəhşicəsinə öldürülən, təqib edilən, repressiyalara məruz qalan insanların öz, belə deyək, haqlarının, belə deyək, bərpa olunması, haqq və ədalətin təzəssüm etməsi vacibdir və gələcəkdə də Nikol Paşinyan hakimiyyəti bu istiqamətdə çox ciddi düşünməlidir və mən hesab edirəm ki, düşünəcəkdir. İndi siz də qeyd etdiniz, hazırda çox ciddi qəliz bir situasiya var Ermənistanda və bu situasiyalar sakitləşdikdən sonra, bu problemlər aradan qaldırıldıqdan sonra və bu ilin yayında Nikol Paşinyan yenidən hakimiyyətdə qaldıqdan sonra təbiidir ki, növbəti dövrlərdə bu həm də Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə paralel olaraq bu istiqamətdə də Azərbaycan dövlətinin bütün istəkləri, haqq və ədalətin bərpa olunması mən elə bilirəm ki, öz yerini tutacaqdır. Tutmalıdır, əlbəttə. Nəhayət, Davosdan sonra vəziyyətdə siz hansı dəyişiklikləri hiss edirsiniz? Bax, mənim bu sonuncu sualımdır. Yəni, faktiki olaraq Davosda biz gördük ki, Prezident İlham Əliyev çox böyük triumf, böyük qələbələr, siyasi qələbələr əldə elədi. Neçə-neçə görüşlər, sonra
Amerika Birləşmiş Ştatları prezidenti ilə təkbətək görür. İki prezidentlə görüşdü. Bəli, bəli. Bir Zelenski ilə, bir də bizim prezidentlə. Və bu özü böyük bir qələbədir də. Amma Ermənistana daxı buradan bir pay düşür. Ermənistanın artıq davranışında bir, necə deyim, bir yeni motivləri görürsünüz, yoxsa yox? Davosdan sonra. Tofiq müəllim, Davos İqtisadi Forumu uzun illər, bundan əvvəlki dövrlərdə də Azərbaycan dövləti üçün çox böyük dividendlər gətirib. Azərbaycan prezidentinin hər il mütəmadi olaraq Davos İqtisadi Forumunda iştirakı, siyasi baxımdan, daha çox da iqtisadi inteqrasiya baxımından Azərbaycana çox böyük qazanclar gətiribdir. Amma bu il tamamilə bir fərqli il oldu. Burada həm Amerika Birləşmiş Ştatları prezidentinin Azərbaycana olan inam və etimadı, Prezident İlham Əliyevlə təkbətək görüşü və bu görüşlərdə çox ciddi siyasi və iqtisadi siqnalların, mesajların verilməsi və eyni zamanda da Davosda Azərbaycanın da təmsil olunduğu Dünya Sülh Şurasının nizamnaməsinin imzalanması məsələsi və bu da əlbəttə ki, Azərbaycan çox böyük, önəmli bir addım idi. Üzr istəyirəm sizdən, Salim müəllim, həm də Avrasiyanın gələcəyinə aid olan bir paneldə bizim prezident və Ermənistan prezidenti Van Xaçatryan da iştirak etdi və o 2-3 dəfə çox komplementar tərzdə, yəni müsbət tərzdə Prezident İlham Əliyevin fəaliyyətinə münasibət bildirdi. Azərbaycanın sülhpərvər gündəliyini bəyənməsini təsdiqlədi bir daha. Yəni bu ondan xəbər verir ki, yəni da geriyə yol yoxdur mənə elə gəlir. Əlbəttə ki, Azərbaycan həm də eyni zamanda bəyanat və siyasi dildə yox, əməli belə deyək, formada da öz humanizm və sülhpərvər siyasətini bir daha sübut edir. Məsələn, Azərbaycan ərazilərindən Ermənistana tranzit yüklərin daşınması məsələsi. Bilirsiniz ki, dünən də elə Biləcəri stansiyasından Rusiyadan gələn taxıl Ermənistana göndərildi. Ondan əvvəlki, belə deyək, günlərdə Azərbaycan neft məhsulları Ermənistana getdi. Yəni, bu gələcəkdə əməkdaşlıq daha da şaxələnəcək. Yəni, Azərbaycan həm siyasi və diplomatik tonda öz sözünü deyir, siyasətini ortaya qoyur, eyni zamanda da əməli formada Ermənistana sülhə uzadır, humanizm addımları həyata keçirir. Bütün bunların qarşılığında Ermənistan da əlbəttə ki, konstruktiv mövqeyini göstərməlidir. Bəli, həm də bilməlidir ki, yəni Azərbaycan həqiqətən də onlara əməli köməklər göstərir, kömək edirlər. Və bu gələcəkdə də mən hesab edirəm ki, belə olacaqdır və bugün əgər nəqliyyat kommunikasiya xətləri tam açılmayıbsa və Azərbaycanın əsas hissəsi ilə digər bir hissəsi Naxçıvan maneəsiz, yəni Zəngəzur dəhlizi vasitəsilə birləşməyibsə və bu problemlər hələ də qalırsa, mən hesab edirəm yaxın dövrlərdə Azərbaycanla sülh müqaviləsi Ermənistanla imzalanandan sonra bu məsələlər də tədricən, etap-etap öz həllini tapacaqdır. İnşallah sağlıq olsun və beləliklə biz artıq bilməli deməliyik ki, sülhə aparan yolda biraz hərəkətlər dinamik hal alıb, canlanma var. Bunun həm qədrini bilmək lazımdır, həm də yaddan çıxarmaq olmaz ki, dönməzlik mümkün deyil. Yəni, biz ancaq irəli istiqamətdə gedə bilərik. Əlbəttə. Yəni, dönəsi deyilik arxaya. Təbii ki, Tofiq müəllim, bir istiqamətdə. İndi Azərbaycan təkcə Ermənistanla məsələlərdə sülhpərvər siyasətini ortaya qoymur. Bilirsiniz ki, son dövrlərdə siz söhbətimizin əvvəlində Amerika Birləşmiş Ştatları ilə İran arasındakı gərginlikdən də söz açdınız və mən istəyirəm ki, bir dəqiqə bu məsələ ilə də bağlı öz fikrimi bildirim. Bugün Azərbaycan hətta Amerika ilə İran qarşı durmasında da yenə də sülh tərəf kimi çıxış edir. Yəni, Azərbaycan Xarici İşlər Naziri, bilirsiniz ki, İranın Xarici İşlər Naziri ilə danışdı. Dünən Azərbaycan prezidenti Pezeşkiyanla danışdı və biz bütün bu, belə deyək, danışıqlarda, bütün bu təmaslarda yenə də Azərbaycanın sülh siyasətini görürük. Hətta 2005-ci ildə İranla Azərbaycan arasında bilirsiniz ki, qarşılıqlı təhlükəsizliklə bağlı bir saziş imzalandı və bu sazişdə tərəflər bir-birlərinə qarşı öhdəlik götürüblər ki, əgər belə deyək, hansısa bir xarici təhlükə olarsa, bir-birlərinin ərazilərindən qarşı tərəfə istifadəyə maneçilik olsun. Yəni, bu məsələlərə yol verilməsin. Azərbaycan hətta 2005-ci ildə imzaladığı sazişədə bugün sadiqdir. Bu o deməkdir ki, Azərbaycan imzaladığı bütün sazişlərə, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir və bu gələcəkdə də belə olacaqdır. Əlbəttə, bəli. Bizim də davranışımız bu norma əsasında qurulub. Çox sağ olun, Salim müəllim. Minnətdaram iştirakınıza görə və maraqlı yanaşmalara görə. Belə, hörmətli tamaşaçılar, bizim növbəti söhbətimiz artıq yekunlaşır. Xatırladım ki, mənim bugünkü qonağım müzakirə vaxtında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi və jurnalist Sahil Kərimli idi. Çox sağ olun ki, bizə diqqət etirdiniz. Salamat qalın.